Qaz ödənişlərində yenilik. Artıq post terminallarla da ödəniş etmək mümkün olacaq. Azərbaycanda təbii qaz abonentləri üçün ödəniş qaydasında yenilik tətbiq edilir. Sumqayıt TV xəbər verir ki, bundan sonra vətəndaşlar istifadə etdikləri təbii qazın dəyərini və sabit tarifi post terminallar vasitəsilə də ödəyə biləcəklər. Yeni qaydalara əsasən ödənişlərin həyata keçirilməsi imkanları genişləndirilib. Belə ki, abonentlər təbii qazın dəyərini bank və poçt şöbələri ilə yanaşı post terminallar, elektron ödəniş sistemləri, internet üzərindən və bank köçürməsi vasitəsilə də ödəyə biləcəklər. Qeyd edək ki, indiyədək təbii qaz üzrə ödənişlər əsasən bank və poçt şöbələri vasitəsilə həyata keçirilirdi. Yeni dəyişiklik vətəndaşların ödəniş prosesini daha rahat və əlçatan etməyi hədəfləyir. Sumqayıtın gündəmi ilə bağlı ən son xəbərləri izləmək üçün Sumqayıt TV-nin YouTube kanalına abunə olmağı, Instagram, Facebook və TikTok platformalarımızı izləməyi unutmayın.